Salam değerli izleyicilerimiz, her vaxtınız xeyir. Bugün size mühteşemi, güzel bir 5 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Evimiz 3 sot torpaq üzərində yerləşir. Ümumi sahəsi hardasa 200 kvadratdır. Birinci mərtəbə monolit. İkinci mərtəbədə monolit, üstünə də beton kəməri atılıb. Belə bir həyətidir. Şimdi arkada da həyəti var, onu da size göstereceğim. Bak, bu bizim darvaza. Böyle bir pilləkənlə bura qalxmağa yeri var. Keçi evimizin arkasından möhtəşəm evidir. İçi dedilər çölünə də möhtəşəm. Arkada da əkin yeri var. Ağac, güzel ekmək üçün bak belə bir yeridir. Bak, belə bir yeri var. Bu da bizim evimizin arka fonudur. Yani tikinti materialları, tikinti materialları tam keyfiyyətindən istifadə olunub. Bax, belə bir daha size göstərim, üz görünüşü var. Daxil evimizin içine. Qeyd etdiyim kimi, içi çölünə də möhtəşəm. Bax, bu bizim dəhlizdir. Belə bir dəhlizimiz. Təmir əladır. Əlanın əlası. Bu bizim birinci mərtəbədir. Böyle bir birinci mərtəbəmizdir. Burada TV stand. Evimizin mətbəxi. Hardasa 25 kvadrat elə bu mətbəxdir. Böyle bir iri mətbəxdir. Bura qabağı çöldüyünü görsək, figurlandı qabağı. Mətbəx mebeli kafelindən metlaxı vurulub. Burada isə iri bir hamamla ayaq yolsudur. Belə bir hamamla ayaq yolsudur. Qaz, su, işıq daimidir, problem yoxdur. Bu da ki, pilləkənin altıdır. Yəni, kim istəsə gələcəkdə buranı kladovka kimi də istifadə edə bilər. Bu da ki, bizim ikinci mərtəbə qalxan pilləkənlər. Mərmərlə yığılıb. Burada gezi işıqlandırmalar var pəncərə qırağında. Bu da ki, bizim ikinci mərtəbə qalxan dəhlizimiz. Yəni, evə həqiqətən də söz yoxdur. Necə deyərlər, sənət əsəri. 5 otaqdan ibarət. Bir otaq sizə göstərdim aşağıda. Başlayar soldan. Evimizin birinci otaqdır. Pəncərəsi öz həyətinə açılır. Birinci mərtəbədə olduğu kimi ikinci mərtəbəsində də iri bir hamamla ayaq yolsu. Burada ikinci otaq. Mini qonaq otağı da elmiyorlar buranı. Burada da TV stand. Evimizin eyvanıdır. Etraf tam yaşayışdır. Yerleşme yeri Masazır qəsəbəsində. Tren yoldan yuxarı. Bu da ki, üçüncü otaq və sonda evimizin dördüncü otağıdır. Belə bir dördüncü otaqdır. Evimiz tam paket sənətdir. Yəni, evi ipoteka şərti ilə götürmək olar. Qiymət 140.000 manat. Kim alsa Allah xeyir versin.